Salam dostlar, bugün sizlerle birlikte My Perfect Hotel oyununu oynayacağız. Gəlin başlayaq. Biz part 1'i seçmişdik videosunu. İndi isə part 2'nin videosunu seçirəm və oynamağa başlayaq. Birinci pullar götürürəm. Artıq əvvəlki videomuzda istiqrar tutmuşuq. Bu da çox yaxşıdır məncə. Ama tuvalete tuvalet kağızı gətirən bir isti tutmadığımız üçün özüm aparmalıyam. Bir dənə bəsdir. Mən gördüyüm qədərilə bir dənəsi doğruydu. Bəli, bir dənəsi doğru. İndi otaqları təmizləməyə kömək istəyək. Çünki biraz tez-tez olsun ki, pul çoxluğa. 256 pulumuz var hələ ki. Əslində nasıl edə bilirik? Məsələn, bu otağı tamamlamaq istəyirəm. Demişdik ki, əvvəlki videomuzda bütün otaqları yaşıl rəngdə eləyəcəyik. Və mən də onu görüb bunu yaşıl seçdim. Nəsə var burada? Okey, aldım. Bu ikisini də gücləndirə bilərəm əslində. Daha yaxşı olur. Daha tez işləyək. Reklam gəldi. Bu təfərinə çox fikir verməyin. Reklamdan sonra keçirik yenə oyuna və oyunda daha da səviyyələrini artırmaq istəyirəm. Artıq ikinci səviyyəyə satmaq istəyirəm. Görək sata biləcəyikmi? Bəli, burada. Pulları götürürük. Bu otağı gücləndirmək üçün biraz da pul yığmalıyam. Onları da yığım. Burada gözləyirəm. Ay, aça bilirəm indi. Yenə buranı da yaşıl eləyirəm. Təbii ki. Artıq bu lüksdür. Bunu gücləndirmək olmur. Ancaq belə bir şəkildə gücləndirə bilərsiniz. Bəli. Bu otağı da eləməliyəm, amma hələ ki 30 pulum var, heç nə edə bilməyəcəm. Gedək tualetə zarfetka gətirək. 2 dənə lazım idi deyəsən. Part 3'ün gəlməyini istəyirsinizsə, video like atıb abunə olmağı unutmayın. Minecraft videosunun da, yəni mənim oynadığım hissənin part 2'si gələcək. Part 1'də sıra düz evini düzəltmişdi. O videoyu da baxa bilərsiniz. O videonun part 2'sində yaxında çəkəcəyik. Bu otağı artıq ən yüksək səviyyəyə gətirirəm. Yenə yaşıq. Yaşıq çox qəşəng görsənir. Yəni otaqlarda. Buranı da eləmək istəyirəm elə bir şəkildə. Kömək. Yaxına baxmayaq. Köməyi göstərdim. Burada nəsə var imiş. Götürdüm. Nədir ki bu indi? İlk dəfə götürürəm. Nə qaldığını bilmirəm ancaq. Artıq otağı böyütmək istəyirəm. Level 2'ye keçəndə otağı böyütməliyəm.
Burada da bayağı pul varmış. Bu otağı 3 sərdə birik. 3 sərdəyik. Get. Yine rakam geldi. Rever içine atırıq. Çox geçenç. 100 pul verdi. Artırabilirik dostlar. Böyütdük. Ben bunu götürmürəm. Çünkü rakama bakmak lazım. Yeni bir otaq açırıq burada. Biraz pul yığmalıyım. Ama ondan əvvəl də toyacağız. Üçünü de götürdüm. Çünkü insanlar gözləyirlər. Əvvəlki videoda demiştim ama indi dediyim, hər tualetə 3 nəfər girəndən sonra kağız lazım olur. Tualet kağızı. Ben demiştim Rever 2'ye geçeceğim. Ve geçtim. 200 pulumu da götürdüm. Burada bir tane işçi tuturam. Çünkü o birisi işçi buranı temizlemir. Yani aslında ev olmalıdır. Bayağı bu varmış. Yeni tuvalet masa, otak masa. Bence otak ataq. Daha çok insan gelsin. Ayda. Ben bilmirəm bunu. Ütünü götürəcəyik, bilmirəm. Deyəsən ütü lazımdır. Eyvə. Of, yine bakalım. Bu işi de tamamladık. İndi gedirəm təzə açdığım hissəyə. Oraya biraz baxım. Tamam. Yine təzə otaq açsam. Çünki nə qədər təzə otaq açsam, o kadar çox insan gəlir və o kadar da çox pul qazanıram. Ona görə də indi gedirəm pulları götürməyə. Əvvəl daha az pul idi. İndi çox ardı pul, çünki otaqları düzəltdik. Ayda. Biraz da pul yığım. Çok az da yığım. On pul qaldı. Bura 10 pul yer. Herhalde. Hatta daha artıq herhalde. Neyse, onu götürməsəm də olur. Onsuz da satacaq qədər var mənim. Tuvaleti də açdım. İndi hamısı dolu olacaq və salfetka götürməyim məcbur olacağım. Orada işçi gəlsəydi əslində işçini burada tutardım ama yoxdur. Artıq 3-cü Reverə çatdırıq. Videonu çox uzun eləməyəcəm, çünki o birisi part 2, part 3, part 4 falan da gələcək. Bu serini bayağı uzatmaq istəyirəm. Burada nəsə verir deyəsən. Verdi. Nə verdi bilmirəm, amma verdi. İşçini gücləndirək. Reverini artırdıq. Daha tez işləyəcək. Personel. Ayda bu bir tane de personel tutmaq istəyirəm mən. Nətəriyim. Qoy tuvalet kağızı götürüm, biraz tuvalet kağızını qoyun, vaxt geçsin.
Ana kimidir? Buradaki pulgar doğrusun. Pulu götürüm. Burada doğruymuş. Öbür tarafta işte kağıdına baktım ben bu taraftan. S1 doğru değil. Bir tanesi doğru değil. Hiç olmaz. Herhalde bunu satma. Biraz bunun üstüne koyalım. Onu da satmayacak yani. Görün bir insan ne kadar pul verir. Ona bakmak istiyorum. 10 pul veriyor. Çok az verilmiş. Orada tarafın yanında işte pul götürüm. Belki satar. 200 ne kadar kalmıştı. Burada götür. Ayda. Yani satmak. Ama satacak da bu. Bu hakikaten önemlidir. Bir tane de açtım. Artı burada içtik. Buradaki pul götürmeyi çok satmadım. Ben her açı personelin yanından pul götürmürəm. Çünkü biraz pul doğrusun ondan sonra götürüm. Ben hem şey yiyeceğim. Belgar oynayanda da yedim. Biraz da oynayaq videonu sonlandırıram. Çünkü çok uzun bir video arındı. Bunu da ölçüsünü verim. Bizim otelde ne kadar kutu var? İlk alışverişin en serper olsun. Reklamı keseyim. Videonu beğendinizse like atıp yorum yazıp abone olmayı unutmayın. Sağ olun.